Yağlı dəriyə sahib olan insanlar yay aylarında dərilərini necə qorusun? Artan tər və məsamələrin tıxanması. Yayda temperaturun artması ilə məsamələr daha asan tıxanır. Gündə 2 dəfə yağlı dəriyə uyğun olan təmizləyici vasitəsilə dərini təmizləmək lazımdır. Həftəlik qulluqla yanaşı bir neçə aydan bir mikrodermabraziya proseduruna gəlmək önəmlidir. Ölü dəri hüceyrələri təmizlənir, məsamələri açır, qara nöqtə və komedonların qarşısını alır. Günəşin artırdığı iltihab və qızartı. Yayda günəş şüaları dəridə qızartı və iltihabı artıra bilər. IPL lazer geniş spektrli işıq dalğaları iltihabı azaldır, qızartını yüngülləşdirir və dəri tonunu bərabərləşdirir. Xüsusilə rozasiya meyli, aktiv akne müşahidə olunan dərilər üçün yayda təhlükəsiz protokollarla tətbiq edilir. Akne bakteriyalarına qarşı da effektivdir. Dərdə parlaq görüntü yaradır. Günəşin tündləşdirdiyi akne izləri və səthi ləkələr. Yayda ultrabənövşəyi şüalar akne izlərini və pigment ləkələrini tündləşdirə bilər. Pasiyentin öz qanından əldə edilən plazma ilə kollagen istehsalı artırılır, dəri bərpa olunur və ləkələr yüngülləşir. Mikroinəli PRP mikroneedling ilə birlikdə tətbiq edildikdə dərinin daha dərin izlərinə təsir edir və dərini yeniləyir. Ağır makiyajın dərinin nəfəs almasını əngəlləməsi. Yayda ağır makiyaj dəridə tər və sebumla qarışaraq məsamələrin tıxanmasını və dərinin nəfəs almasını çətinləşdirir. Dəriyə daha təmiz və işıqlı görünüş qatmaq üçün karbon peeling yay üçün ən ideal seçimdir. Sebum ifrazını tənzimləyir, məsamələri təmizləyir, post-akne izlərini azaldır və dərini daha parlaq və təmiz göstərir.